Salam. Layihə sizinlə əlaqə saxlayır Guru Markets. Şirkət haqqında ümumi məlumatla başlayırıq. Hər bir göstəricini biraz daha ətraflı öyrənək. İstəsəniz videonu dayandıra bilərsiniz. Sözügedən təşkilatın hər bir parametrini daha diqqətlə öyrənə bilərsiniz. İndi biz şirkətin cari fundamental göstəricilərinə baxacağıq. Janus Henderson Group Plc, ticker CHG. Bu icmal 30 Mart 2025-ci il tarifinə olan məlumatlar əsasında yaradılmışdır. Təsnifatına görə Guru Markets şirkət Janus Henderson alt kateqoriyaya aiddir. Investors qiymətləndirmədə 76 təşkilat iştirak edir. Bu çox təmsil edicidir. Son həllər üçün videonun sonuna baxın. Tədqiq olunan şirkət üçün nəticə 10 baldan 6,5 bal. Alt kateqoriya üzrə orta bal 1,5 bal. Çox geniş baxsanız, ümumilikdə bütün bazar daxilində. Bütövlükdə bazar üzrə orta xalın 1,9 bal olduğunu qeyd edə bilərik. Şirkət üçün 6,5 bala qarşı Janus Henderson. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Janus Henderson və alt kateqoriyalı paylaşımlar. Son 12 ayda hissləri görəcəyik. Janus Henderson %11,8 dəyişiklik göstərdi. Alt kateqoriya üzrə qiymət dinamikasına qarşı 11%. Bu açıq aydın heç nəyi göstərmir, lakin bu faktı yadda saxlamaq lazımdır. Şirkətin bazar kapitallaşması Janus Henderson 5,67 milyard dollardır. Alt kateqoriyanın kapitallaşması isə 668 milyard dollardır. Janus Henderson 0,849% paya malikdir. O, alt kateqoriyadakı kiçik şirkətlərdən biridir. Şirkətin balans kapitallaşması 4,58 milyard dollardır. Alt kateqoriyanın balans kapitallaşması 201 milyard dollardır. Janus Henderson payı 2,277% təşkil edir. Bazar və balans kapitallaşmasının işğal olunmuş səhmlərini müqayisə etdikdən sonra aşağıdakıları görürük. Paylaş Janus Henderson bazar dəyəri qiymətləndirilərkən alt kateqoriyada 0,849% təşkil edir. Balansın kapitallaşması 2,277% təşkil edir. Bu, bazar kapitallaşma payında 168% artım deməkdir. Alt kateqoriyada şirkətin bazar payının və balans kapitallaşmasının qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan təşkilatın borc öhdəlikləri 0,504 milyard dollar təşkil edir. Borcun balans dəyərinin 11%-ni təşkil edir. Şirkətin borc öhdəlikləri üzrə bal yaxşı 1 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 14,2-dir. 32,6 alt kateqoriya üzrə orta göstərici ilə, bu da alt kateqoriya üzrə orta göstəricidən 56% aşağıdır. Alt kateqoriyadakı şirkətlərlə müqayisədə səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 399 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək mənfəətin 552 milyon dollar olacağı gözlənilir. Bu, indiki vaxtdan 38,3% çoxdur. Alt kateqoriya ilə müqayisədə təxmin edilən gələcək mənfəətin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin qiymət-satış nisbəti 2:2-dir. Alt kateqoriya üzrə orta göstərici 5,1-dir ki, bu da alt kateqoriyadan 57% aşağıdır. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bazar dəyərinin gəlir göstəricilərinə qiymətləndirilməsi yaxşı 1 bal. Son 12 ayda gəlir 2,550 milyon dollar olub. Gələcək 12 ay üçün gələcək gəlirin 3,530 milyon dollar olacağı gözlənilir.
Bu, indikindən 38% çoxdur. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə gözlənilən gələcək gəlir göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Marja 15,7%, alt kateqoriya üzrə orta hesabla 15,7% təşkil edir. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 0%dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə satış gəlirliliyinin qiymətləndirilməsi dözümlü 0 bal. Alt kateqoriyada işçilərin sayı baxımından şirkətin payı 2,939% təşkil edir. Bu, bazar kapitallaşmasının payından 246% çoxdur. Və bu, təşkilatın mübadilə qiymətindəki balanssızlığı əks etdirir. Janus Henderson Group PLC daha az qiymətləndirməyə doğru. Şirkət işçisinə düşən bazar kapitalının məbləği $2,581,000. Alt kateqoriya üçün isə $8,938,000. Alt kateqoriya üzrə orta göstərici ilə təşkilatın göstəriciləri arasında fərq 71,1% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə bir işçiyə düşən şirkətin bazar kapitalının miqdarının qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin bir işçiyə düşən mənfəəti $181,600,000. Alt kateqoriya üçün orta $273,800,000. Və alt kateqoriya üzrə orta göstərici ilə şirkətin göstəriciləri arasında fərq 34% təşkil edir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin hər bir işçisi üçün mənfəətin qiymətləndirilməsi dözümlü 0 bal. Şirkətin hər bir işçisi üçün gəlir payı $1,161,000. Alt kateqoriya üzrə $1,747,000. Alt kateqoriya üzrə orta göstərici ilə şirkətin fəaliyyəti arasındakı fərq 50%dir. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən gəlirin qiymətləndirilməsi dözümlü 0 bal. Satış əməliyyatlarının həcmi 1,7%, alt kateqoriya üzrə orta hesabla 2,7% təşkil edir. Bu qısa bir sıxılma riski göstəricisidir. Göstərici rəası 14 şirkət üçün %34 səviyyəsini göstərir Janus Henderson. Halbuki alt kateqoriya üçün bu səviyyə təxminən 40%dir. Potensial olaraq, alt kateqoriyanın səhmləri səhmlərlə təxminən eyni qiymətləndirilir Janus Henderson. Şirkətin cari səhm qiyməti təxminən $35,97. Şirkətin səhmləri üçün konsensus qiymət hədəfi $47,9 civarındadır. Faktiki təxmin və konsensus proqnozunun dinamikası təxminən 31%dir. Hamı üçün əlçatan olan sifarişlər cədvəlinə baxaq, link bərkidilmiş şərhdədir. Sifariş cədvəlində məlumat və arayış sistemi tərəfindən verilən mövsüm qərarları hər şeyi ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş tamamilə pulsuz və açıqdır. Link bağlanmış şərhdə. Qiymətləndirməyə əsaslanır Janus Henderson. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilib. Səhm üçün 35,98 qiymətində artım üçün ticarət açın. Sövdələşmə şirkətin kifayət qədər yüksək reytinqə malik olduğu üçün açılıb. Şirkətin qiymətləndirməsi qiymətləndirmə meyarları AKİMin indeksi əsasında aparılmışdır. Mənfəət götürmək 38,52 səviyyəsində müəyyən edilmişdir. Stop loss 33,44 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda, sonra sifariş 29 aprel 2025-ci il tarixli ticarət sessiyasının nəticələrinə əsasən avtomatik müəyyən edilir. Və ya bu tarixdən əvvəlki son iş günündə. Ticker, STP, əks balanslaşdıran satış ticarətidir. Balans sifarişi ilə bağlı video kanalda olacaq və ya artıq yayımlanıb. Sifarişlərdən birini bağlayarkən, əsas və ya balanslaşdırma.
Digər sifariş cari səviyyədə bağlanıb. Bu videoya baxdığınız və məlumat və istinad sistemindən istifadə etdiyiniz üçün hər kəsə çox sağ olun Guru Markets. Siz bütün planetin ən yaxşı tamaşaçısınız.